Vallahi bu həftə ödənişləri tamamlayırıq. 100%. Arxayın olun. Qəhrəman konsalting. Bu sərəncamlarımız niyə qalxmır axı? Artıq ödəmələr də sildim. Cəmaat pulunu gözləyir, vergi də bir tərəfdən. Mən neyniyim, qardaş? Müəllim, kameralda da neyə bilərik ki? Bizdə bir şey yoxdur axı. İnanın ki, bezara gəlmişəm. Yəqin ki, bu səhnə sizə tanış gəlir. Bunlar mühasibatlığın uzun müddət məsuliyyətsiz və qeyri-peşəkar təşkilinin nəticələridir. Mühasibatlığınızın kimə həvalə edilməsini isə siz seçmisiniz. Mühasibatlığımızı bundan öncə başqa bir konsaltinqlə aparırdıq. Ardıcıl olaraq verici xidmətindən bizə cərimələr gəlirdi deyə aramızda problem yarandı. Qardaş, nə oldu proqram? 3 ay demişdiniz, 1 il tamam oldu. Nə oldu? Mənim demək olar ki, heç nə qalmayıb. Hər şey hazırdır. Baxın. Ay qardaş, bu qədər pul xərcləmişik. Proqramı heç bir hesabat verə bilmir. 1 ildir də başıma alladırlar. Bu proqram təminatlarının qurulması və tam tətbiqi bəzən illər çəkir. Çünki proqram yazan şirkətlərdə peşəkar mühasibatlıq biliyi və texniki tapşırıq yazma qabiliyyəti olan kadrlar mövcud deyil. Akvin şirkəti ilə çalışdığımızdan bu yana onların xüsusi tətbiq proqramları vasitəsilə vaxtında həftəlik, aylıq vergi hesabatları, digər hesabatlar hamısı bizə təhvil verilir. Buyurun, yoxlama haqqınız. Cərimə? Biz axı vergidən yayınmamışıq. Bu boyda dövriyən qabağında 5-10 manat cərimə nədir ki? 5-10 manat da. Çox düzgün aparılsa, heç bir cərimədən söz gedə bilməz. Ondan sonra Akvin şirkəti ilə tanış olduq. Vergi ilə problemlərimiz yoxdur. Mühasibatlığımız daha dəqiq gedir. İnanırsınız, gecələr də yata bilmirəm. Narahat olmayın. Biz gördüyümüz işin məsuliyyətini şifahi yox, müqavilədə yazılı şəkildə öz öhdəmizə götürürük. Proqramın qurulmağına gəldikdə isə təyin olunmuş vaxtda təhvil verə bilməsək, ödənişinizi geri qaytarırıq. Çiynimizdən ağır bir yük götürüldü. Amma indi rahat şəkildə yatırıq, yuxumuzu qaçıran heç bir şey yoxdur. Necə deyərlər, Akvin qrupla görülən iş dəqiq, çevik və etibarlıdır. Bax, bu başqa məsələ. Biz də rahat yatarıq.